Sehrik, şəhvətləndirmə sehri. İbn Qeyyim Allah ona rəhmət etsin, belə demişdir. Salih və atasına çox itaətkar bir gənc vəfat etdi. Onun ölümünün səbəbi isə çox ibrətamiz idi. Bir qadın ona aşiq olmuşdu. Ona məktub göndərərək sevgisindən şikayət edir və görüş istərdi. Halbuki qadının əri vardı. Qadın israr etdikdə gənc bu məsələni bir dostuna danışdı. Dostu ona dedi: "Kaş ki ailəndən birini onun yanına göndərəydin, ona nəsihət verəydi, onu çəkindirsəydi. Ümid edirəm ki, səndən əl çəkərdi." Gənc isə sustu. Bir müddət sonra qadın yeni xəbər göndərdi. "Ya sən mənim yanıma gəl, ya da mən sənin yanına gələcəyəm." Gənc bunu qəti şəkildə rədd etdi. Qadın ümidini tam itirdikdə sehirlə məşğul olan bir qadının yanına getdi. Ona dedi: "Bu gənci ehtiraslandır. Bunun müqabilində sənə bol mükafat verəcəyəm." Sehirbaz qadın sehr etdi. Bir gecə gənc atası ilə birlikdə idi ki, qəfil qadının xatirəsi qəlbinə doldu. Onun içində əvvəllər tanımadığı bir hal baş qaldırdı. Vəziyyəti dəyişdi. Ağlı qarışdı, pozuldu. Tələsi qalxdı. Namaz qıldı. Allaha sığındı. Amma halı getdikcə daha da ağırlaşdı. Birdən dedi: "Ata, məni xilas et, məni zəncirlə." Atası dedi: "Oğlum, sənə nə olub?" Gənc başına gələn hər şeyi atasına danışdı. Atası qalxdı, onu bağladı və bir otağa saldı. Gənc orada öküz kimi böyürərək çırpınmağa başladı. Sonra birdən sakitləşdi. Yaxınlaşdılar və gördülər ki, vəfat edib. Burnundan isə qan axırdı. Ravdatul Muhibbin 28-ci bab.